Ölkə ərazisində bir neçə gündür dəyişkən hava şəraiti müşahidə olunur. Yaz fəslinin aprel ayının son günlərini yaşamağımıza baxmayaraq, hələ ki havaların tam isindiyini deyə bilmərik. Bu ay gah günəşli, gah küləkli, gah da yağışlı keçir. Ekoloq Qorxmaz İbrahimli bildirib ki, aprel ayı dəqiq proqnoz verilməsi mümkün olmayan bir aydır. Təbii ki, bunlar meyvə, bitki, tərəvəzə zərər verir, amma Tanrının hökmü ilə biz də ona qarşı gedəsi deyilik. Tədbir alınmalıdır əlbəttə. Qlobal istiləşmənin qarşısının alınması üçün bütün dünyada sözdə, əməldə iş görənlər var. Amma bu yetərsizdir, çalışılmalıdır. Ümumi planetimizdə baş verən dəyişikliklər, qlobal dəyişikliklər Azərbaycanın da havasına nə yazıq ki, təsir eləyir, iqlimə təsir eləyir. Təbii ki, qlobal səviyyədə iqlim dəyişmələri günümüzün aktual və vacib məsələlərindən biri olmağa davam edir və bu da fəsillərə öz təsirini göstərir. Belə olan halda cəmiyyəti bir sual düşündürür. Bəs may ayında hava necə keçəcək? Mən hesab edirəm ki, may ayında da yağıntılar olacaq. Amma belə çox aşağı düşməsi, soyuması olmaz. Bir gün ola bilər hardasa hansısa bir gündə, 2 gündə soyuma olur. Bəzən dağlara qar yağır. Bakı dağ ətəyində yerləşir. Səhra şəhəri olduğumuza görə bəzən dağların soyuq havası vurur, Qafqaz dağlarının. Biz şübhəsiz ki, narahat oluruq, bəzən panik halına düşürük. Hər bir halda dəyişkən hava şəraitini nəzərə alıb ehtiyat tədbirlərini görməkdə fayda var. Qarşıdan gələn aylarda hava şəraitindən asılı olmayaraq, siz yenə də əhval-ruhiyyənizi xoş tutmağı unutmayın. Leyla Səməndər, Yeni Azərbaycan TV.